bildiyiniz Yasamal Perivalı, məşhur Yasamal Perivalıdır. Kameramız partladı. Şəmkir şəhərindən gəldik. Ancaq Perival qalxırıq. Yəni Perival qalxandan sonra istirahat eləyin. Çayımızı içirik. Ay salam belə çay içdirik. Aleyküm selam. Allah razı olsun. Gədəbəyə inşallah. Bəli, bura Qoşqar çayıdır. Daşkəsən rayonuna da gəldik. Gəncə şəhərindəyik hal-hazırda. Artıq Gəncə şəhərini tərk edirik. Qardaşlarla gedirik Gədəbəyə. Biraz küləkli hava var, amma bura motivasiyamızı aşağı sala bilməzlər. Çünki biz haralardan gəldik, amma çətinliklərlə gəlmişik. Ona görə də bu bizə inşallah ki, çətinlik verməz. Selamünaleyküm, yorulmayasınız. Həşən. Şəmkirə qədər belə olsa var, Biz sağla getməkdən niyə solla gedirik? Belə soruşma ayıb olmasın, ha, yəni. İçində ağıllımız kimdi görəsən? Düz gedirik. Ha? Düz gidelim. Oradan geldik. Ha, Salam əziz, sabahınız xeyir, əziz YouTube həvəskarları, səyahət həvəskarları, biz artıq Gəncədəyik. Salam olsun Gəncəlilərə, 354 kilometrdən sonra Gəncəyə gəldik. Gəncəyə bütün hər yerini çəkiliş edirik, eləmişik daha doğrusu, paylaşacağıq sizlərlə. Təmiz şəhər, gözəl şəhər, çünki təsəvvür meydanın böyük olmağı, yəni ümumiyyətlə havasının qəşəng olmağı, sərin olmağı, bəlkə də Bakıda 40 dərəcə isti var, amma burada hər şey superdir. Təbii ki, bu cür qardaşlarla və Fəridlə təbii ki, yəni motivasiya güclü olaraq biz yolumuza davam edirik. Yəni belə deyə bilərəm ki, çox çətinliklərlə gəldik. Ağrı ilə gəldik. Təsəvvür eləyin ki, gecə saat 2-də gəlib Gəncəyə çatmışıq. Gecə 2-də. Yəni 21 saat versini sürmüşük biz. 21 saat istisində fərqi yoxdur da, yəni yuxusuz. Amma şükürlər olsun bacardıq. İnşallah yolumuz Gədəbəyə. İzləmədə qalın, abunə olun əzizlərim. Gəncə. Hə, Gəncədəsən. Şükürlər olsun, mənim sadəcə 31-ci rayonumdur. Bu dəyərli Maşallah qardaşlarla gəldik. Gəncə Yolda gəlmək bir balaca problemlər oldu. İlk dəfədir Gəncəyə velosipedlə gəlirəm. Amma maşallah olsun, yaxşı idi. Allahın izni ilə yolumuz Gədəbəydir. Bütün Gəncəliləri salamlayıram. Siz yəni birbaşqasınız. Azərbaycanın sadəcə ikinci ən böyük şəhərindəyəm hal-hazırda. Çox gözəl. Arxanda görsən meydan nə boydadır. Baxın da yəni geniş, yolları təmiz. Əladır. İnsanları da gözəl. Sağ olun, var olun, bizi izləməyə davam edin. Samir qardaşımız Bəli, arabalarla gəlmişik Gəncədəyik qardaşlar. Salam olsun. 300 dəfədir gəlir ya. Orada bizim yol sürənlər var. Onlara da salamlayıram. Asoba. Hə, o da düzdür. Bizdən də salam olsun. Ağəli qardaşlarımıza salam olsun. Yaşar da tutmaq olmur ki, Yaşara bax. Amma çəkə-çəkdədir. Yaşar, gəl bir dənə Bakı ləhcəsində bir dənə 2 dənə 3 sözdə get. Amma konkret Bakı ləhcəsində danış. Mən başqa ləhcədə danışa bilmirəm. Bütün Gəncəliləri salamlayıram. Həqiqətən gözəl yerdir. Mən buraya 2-3 dəfə gəlmişəm, amma futbola gəlmişəm, velosiped sürməyə yox. Çox gözəl yerdir. Bütün Gəncəliləri salamlayıram burada. Biz də. Biz də Elvin qardaşı salamlayıram. Velosiped sürür. Bəli, onu da biz. Mən o ilə tanışdığım salam melekim var. Takipləşirik də TikTokda. Gözəl qardaş. Salamlayıram qardaşı. Yəni çox gözəl şəhərimiz var. İnsanlarımız da gözəldir. Allah hamımızı qorusun. Amin inşallah. Yaxşı qardaşlar. Amin. Külək var yaman, yenə də külək var.
Biraz üzü küləyə getmiş olacaq, amma eybi yox, olsun da. Qardaşlara bax, maşallah, maşallah olsun. Bəh, 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 mıncıq kimi düzülüblər, Şən. Gəncənin əsas giriş qapısı, qapılarından biri. Haradasa burada yazır. Gözə Gəncə yazısı, Gəncənin əsas girişlərindən biridir. Bəli. Artıq buradan çıxırıq, üzü Şəmkirə gedirik, oradan da Gədəbəyə. Bu yol artıq bilirsiniz də, üzü Şəmkirə gedən yoldur. Artıq arxa yol, yəni çıxdıq. Gözəl Şəmkir. Gəldik, artıq 3-cü dəfədir Şəmkirə gəlirəm. Şəmkir. Gəldik. Qardaşlarla. Hoş gəldik, nöş gəldik, onu artıq Samir etsin. Hə, Samir yatır. Məqsədi birini yatırdı, Gədəbəyə. Çıxır Samir, çıxır. İnşallah qismət olsa bugün Gədəbəydə sonra daşlaşa da qalacaq. İnşallah. Ha, Bakılı. Can. Gedirik inşallah Gədəbəyə. Gedirik, Yasıbal Peyrovalı var. Düşmüşəm canavarlarla gedirəm də, görək axıra hara getmişlər. Amma canavarların onurğası görsəlir, yoxdur. Şəkil qaldı, Fərid, şəkil çəkəcəkdin axı məni. Məni, çək də. Ha. Şəmkir rayonuna gəlmişik, salam olsun Şəmkirlilərə. Hər şey əla, baxın da düzənliklər zatlar. Şəmkirə tərəf gedib oradan Gədəbəy. Qabağda bir dəqiqə çəkəcək. Əla, super. Yolumuz da. Hadi, hə. Yəqin küləyi hiss edirsiniz. Ağır üzü küləklə gedirik. Konkret olaraq da, yəni danışanda belə küləyin səsi yəqin eşidirsiniz. Amma kəvəsdən sala bilməz. Çünki qabaqda bizim ağır yoxuşlarımız var. Yoxuşlarımızı getməliyik deyə motivasiyamızı gücləndirməliyik inşallah. Şükürlər olsun, axır Şəmkirə çatırıq. Gədəbəyə gedirik artıq, Gədəbəy yoluna döndük. Xeyirlisi inşallah. Sevincimizin həddi hududu yoxdur. Sevincimizin həddi hududu ona görə yoxdur ki, bir vaxtlar, yəni keçən il bu vaxtı buradan çox düz keçmişdik. Şəmkir və ya Qazax getmişik, amma necə deyərlər, Gədəbəy qismət olmamışdı. Allah'a şükürlər olsun ki, bugün Gədəbəyə getmək qismət olacaq. Allah'ın izni ilə, xeyirlisi ilə. Yolumuz Şəmkir Gədəbəy. Gözəl Şəmkir şəhərindəyik. Axır ki 384 kilometrdən sonra Şəmkir şəhərinə daxil olduq. Görürsünüz. Hələ var ya, yəni qabaqda gedirik. Xeyirlisi. Kameramız partladı. Yaşa sağ olsun, bax köməkli edir. Bu vəziyyətdir. Şəmkir yolunda. Artıq Şəmkirə giririk də, Qurquna giririk. Özünüz tanırsınız buranı. Başımıza gələn hadisələr, yəni başa gələn hadisə budur. Yəni nə edək yəni? Olacağa çarə yoxdur. Eybi yox. Bu da bir gözəllikdir. Bu da bir əyləncədir. Zövqdür. Bunun da zövqü başqadır. Yəni sabah xatirədir. Şəmkir yolunda kamerimiz partladı. Olsun da səbirlə dəyişib gedirik inşallah. Biz hələ Yasamal Peyrovanına çatmamışıq Gədəbəydə. Hal-hazırda Şəmkirdəyik. Biz
görürsünüz ki ancaq 2-3 kilometrdir Şəmkir şəhərindən bayaqdan qalxırıq yuxarı. Çətin ağır yoxuşlarla, səbirlə təbii ki, qardaşlarla gedirik. Hava sadəcə istidir. Sadəcə istidir də, yəni təsəvvür edin. Yəni düzdür, buralar sərinlik olur deyirlər, dağılıq, amma gün isti, yandırıcı isti bunlara baxmır. Yoxuşları hiss edirsiniz, qalxmağımızı hiss edirsiniz. Amma gücümüz var, qalxacağıq. Həyatda məqsəd varsa, qabağa məqsəd qoymusansa, bu turu layiqincə bitirəcəksən, zövqlə bitirəcəksən. Yox, məqsəd yoxdursa, bitirsən belə həzz almayacaqsan. Mütləq getdiyin turdan həzz almalısan. Salam. Möhtəşəm. Gədəbəydə görüşərik inşallah. Bəli, bu su, hər qardaşımız da dedi. Bunu deməli bizə başda sal. Bu su soyuqdur da, soyuq. Bunu o vaxtları deyir Almanlar təşdirib burada. Ya bu möcüzəni bura təşdirib də, yəni oradakı dağları görürsünüz də, orada dağlardan gəlir. Su bildiyimiz buzdur da, yəni. Çox süper. Sularımızı doldurduq, davam edirik inşallah ki. Artıq Gədəbəy yoluna daxil oluruq. Salam aleyküm. Əzizlərim, biz Gədəbəy perivalına, yəni bu bildiyimiz Yasamal perivalı, məşhur Yasamal perivalıdır. Görürsünüz, qardaşlarla artıq qalxmağa çalışacağıq oraları. O deyir, hər rayonun əziyyəti olur. Biz elə hər rayonun yoxu, rayona gəlinə qədər əziyyət çəkmişik. Amma bu perivalın qalxmağın əziyyəti tam başqadır da, yəni başqa zövqdür. Çünki əziyyət hər zaman var. Necə deyək, əziyyət hər zaman var. Yəni məqsəd bu perivala qalxmaqdır, Gədəbəyə getmək üçün. Yəni mütləq oradakı mükafatı qazanmaq üçün çətinliyi əldə etməlisən. Şükürlər olsun ki, Şəmkir şəhərindən də çıxdıq. Artıq perivallarla qalxacağıq. Görürsünüz necə əziyyətlərlə qalxırıq. Gözəl mənzərələrlə. Perivalları yəqin ki görürsünüz, əzizlərim. Qalxmışıq, Şəmkir şəhərindən gəldik, ancaq perival qalxırıq. Yəni, inşallah ki, əziyyətimizə dəyər ki, Gədəbəyə gəlib görəcəyik. Bu da gözəl bir xoşbəxtçilikdir biz üçün. Gədəbəy avtobusdan 3-4 dəfə gəlmişəm. Ağlıma gəlməz daha çansa velosipedlə Gədəbəyə gələcəm. Yəni, bundan çox sevinirəm də, xoşbəxt özümü hiss edirəm. Biri də qutardı. Şəmkirdən qalxırıq. Artıq Yasamal perivalını yarılamışıq. Az qalır. Bəzən bizə suallar verirlər ki, siz bundan nə həzz alırsınız? Bunun ləzzəti nədə axı? Velosipedlə rayona getməyin. Arxamdakını görürsünüz də. Yəni perival qalxandan sonra istirahət elə, yəni çay. Görürsünüz, çay. Qaynadırıq. Lavaşımız var, biz atışdırırıq. Yəni bu velosipedlə, sumkalarla hamısını gətirmişik. Çünki niyə? Həyat bax belə macəralarla gözəldir. Çünki insan həyatı macəralı olmalıdır. İnsan hər gün işə get, evə gəl, işə get, evə gəl. Yəni insan fərqli işlər görməlidir. İnsan həyatda xoşbəxtliyi bacarmalıdır. Yəni xoşbəxt olmağı bacarmalıdır. Allah'a şükürlər olsun ki, biz də çalışırıq ki, o xoşbəxtliyi bacaraq. Allahın izni ilə çay qaynasın. Fərid qardaşımla yenə də həmişə kimi tərtərdə elədiyimiz kamp kimi, hə Fərid? Yenə də ikimiz qalmışıq. İkimiz qalmışıq. İndi qardaşlar da gəlirlər, yəqin ki, onlar da çaya çatarlar. Amma heç nə olmaz. Bu yuxarıya qədər qalxırıq, aşağıdan qalxmışıq, hələ də qalxırıq. 400 kilometrdir Fərid, 400 kilometr. Təsəvvür elə ki, 400 kilometri artıq 15 kilometrini ancaq perival qalxmışıq. Qalan hələ qabaqda da perival olmalıdır. Bir 10 kilometrdə yəqin qalxacağıq. Ona görə də xoşbəxt olun, dəyər verin özünüzə. Həyatda yaşamağı sevin.
Yaşamağı sevən adam təbii ki, xoşbəxtliyin ən pik nöqtəsini yaşayacaq. Belə gözəlliklərlə dolu Gədəbəydə, yəni Bakıdan gəlib mən təsəvvürümə gətirməzdim ki, gəlib belə həzz alacam. Yorğunluq var, təbii ki, yorğunluqsuz olmaz. Amma şükürlər olsun. Məlumadır. Dəmimiz də hazır burada. Qara çayımız da hazır. Necə biraz da artıraq, qoy dəmli olsun, qara olsun. Kəkotulu çayı qardaş. Özdə Qazaq kəkotusudur, düzdür. Gədəbəydə Qazaq kəkotusu içirik. Qəşəng. Gədəbəydə Qazaq kəkotusu içirik. Çayımız da qaynamaq gözləyirik. Kampımız da qurulub. Əla. Bəh, buna baxın. Çölçülük budur da, yəni bax. Çayımız qaynayır. Burada da qəşəng kəkli otu çayımız. Əlavə eləyəcəyik. Gördüyünüz kimi əlavə eləyirik buna. Qəşəng. Çayımızı süzürük. Qoyuruq bura. Hadi. Və Söndürdüm öz dəmini alır. Şükürlər olsun. Artıq Gədəbəyin bu ağır paydonlarını bitirməyə az qalıb. Məncə artıq bitirmişik demək olar. Şükürlər olsun qardaşlarla çataq, sonra da geri qayıtmalıyıq. Möhtəşəm. Əziyyətlərimizə dəyir. İnşallah ki. Əlbəttə ki, istilər var. İsti olanda da əziyyətli olur qalxmaq. Ona görə də əziyyət də olsa, o əziyyətin mükafatı qabaqdadır. Gədəbəy plakatı inşallah Gədəbəyin içərisindən artıq daxil oluruq. Şükürlər olsun Allaha. Sizlə paylaşacağıq inşallah Gədəbəyi. Gözəl yerlərini göstərəcəyik, baxarsınız. Möhtəşəm. Allah razı olsun. Gədəbəy şəhidləri Seyidlər kəndindəyik. Allah rəhmət eləsin. Şəhidlərimizə. Çok sağ olun. Ay salam belə çay içdirik. Aleyküm selam. Manesin belə. Allah razı olsun. Gədəbəy inşallah. Allah səni razı olsun. Allah sizi korusun. Özümüzü gücdən daşıyırıq. Selamünaleyküm. Gədəbəy yazısı, plakatı yaxında var. Neçə? Bəli, biz bu ağır yoxuşlarla gəlirik. Deyə oradakı oğlan dedi ki 1 kilometr qalıb. Bu yoxuşları. Amma Allaha şükürlər olsun. Necə deyərlər? Necə deyərlər, şükürlər olsun, çətinlik başa vurulur artıq. Gədəbəyə çatırıq. Amma sonra da geri qayıdacaq da inşallah ki Gəncəyə, o sabahsı da. Demək Gəncəyə qayıdacaq inşallah elə oradan. Gədəbəy turunu bitirəndən sonra. İnşallah sabah səhərdə Daşkəsən qismət olsa. Əla. Gözəl. Super. Davam. Bəli, Gədəbəy və yenə də əziz YouTube həvəskarları, bizi izləyənlər
üzümüz niyə gülür də yəni. Mən üzüm də orada səmimi gülür, özümü artistə vurmamışam da. Videolarımı görürsünüz də, çox ciddi danışıram. Bax, Gədəbəyə qalxana qədər bilirsiniz də, Yasamal Perivalı deyəndə kimsə başı tutdu. Sonra necə qalxarsınız? Allah şükürlər olsun. Yasamal Perivalıda qalxdıq. Şəmkir Perivalında qalxdıq. Gədəbəyə də gəldik. Allah şükürlər olsun. 417 kilometrdən sonra gəldik. Gördüyünüz kimi. Salam olsun əziz Gədəbəylilər. Allah sizləri qorusun. Allah sizə var eləsin. Hər şey əladır. Motivasiya güclüdür. Motivasiya niyə güclü olur? Yanında belə deyək də dilxor eləməyən dostların, qardaşların var. Bax həmişə deyirlər tur məsələsindən danışanda inanın bax burada göstər bu qardaşları. Bax burada seçilmişik. Hamı seçilmişdir. Düzgün başa düşün ha. Bu qardaşlar bir-birini hamısı TikTok'dan, yəni bir-birindən tanış olub da. Məqsəd də nədir? Bu turu etmək, bu turu bacarmaq. Bu turu bir-birinə dəstək olmaqla, incimədən, bir-birini təhqir etmədən, bir-birinə hörmət edərək. Və həmən bu qardaşlardır, təbii ki. Təbii ki. Əladır. Əsas odur istək olsun. Vallahi yəni fərqi yoxdur, sən zəifsən, güclüsən. Bir istək, səbir və Rəşad qardaşım vurğuladığı kimi yanında sənin normal insanlar olmalıdır ki, Sənə motivasiya versin. sən motivasiya versin, ola bilər ağır ola bilər. Məsəl üçün mən elə olub həvəsdən düşmüşəm, Rəşad mənə Təbii ki. dəstək verib, bir-birimizə əl-ələ verə-verə. Yaşar mənə dəstək verib, məsəl üçün mən Samirə dəstək vermişəm. Hamımız bir-birimizə dayaq ola-ola bura gəlib çatdıq. Bu qardaşlara mən Allahdan can sağlığı diləyirəm. Amin. Yəni var olun. İndi isə işinə gedirik qəşəng. Yaxşı ki varsınız. Nə var? Ha. Baxın. Super. Super. ...442 kilometrdən sonra Şəmkir şəhərinə çatdıq. Şəmkir şəhərinə də salam olsun. Əladır, qardaşlarla. Deməkdən ötürü Ləvəngi qutab da demək. Yəni o iki yoxuşlar var idi, Şəmkir şəhərindən qalxmışdıq. Sizlə paylaşmışdıq. Oradan təzədən yenidən yəni o perivallardan təzə üzü aşağı düşmüş. Hələ mərkəzə kimi üzü Şükürlər aşağıdır. olsun. Sən hələ mərkəzə. Əlbəttə ancaq üzü aşağıdır. Gəncəyə təzədən gəldik. Çünki səhər Gəncədən çıxmışdıq, bilirdiniz. Bakıdan Gəncəyə gəlmişdik. Səhər axşam qaldıq. Səhər də Gəncədən çıxdıq. İndi Gəncə şəhərindəyik. Bu gün səhər Gəncədən çıxmışıq. Gədəbəyə getdik. Gədəbəydən də təzədən Gəncəyə gəldik. Ümumi olaraq Bakıdan Gəncəyə, Gəncədən Gədəbəyə, Gədəbəydən təzədən Gəncəyə 480 kilometr. Qardaşlarımız arxadadır, gəlirlər inşallah. Bəli. Çətinliyi, yorğunçuluğu, axşam artıq təsəvvür edin ki, 10 tamam demək olar, 10'a qalıb 20 dəqiqə. Yəni şükür, çətinliklə də olsa bu turumuzda bacardıq. Artıq yolumuz hostelə gedirik. Hosteldə istirahətimizi edib, səhər Daşkəsən turumuz olacaq. Artıq hazırlaşırıq, yolumuz Daşkəsənə. Bəli, şükürlər olsun, hər şey əla. Hər şey süperdir. İnşallah tərk eləyək də buraları. Əla, gedirik. İnşallah gün çıxarıq Rəşad. İnşallah Daşkəsən. Davay, siz gedin qardaş, mən sizi çəkirəm, özüm də çıxacam da. Buradan Allah ki. Yaşa, hə, Sumkan. Sumkanımız normaldir, baxalım bana. Əladır, artıq yola düşdük, inşallah. Yolumuz Daşkəsən. Gündür Daşkəsəndə qaldıq. Çox Daşkəsən deyirəm, üzr istəyirəm. Gəncədə qaldıq ikinci gündür. İkinci səhərdə artıq çıxırıq buradan. Gədəbəyə gedib qayıtdıq bilirsiniz. Gəncəyə yenidən qayıtdıq. İndi inşallah ki Daşkəsənə yolumuz Daşkəsəndir. Gəncə hosteldən Allah razı olsun bir daha. Üçüncü dəfədir burada qalıram. Bu gözəl yerlər. Yəni Gəncədə kim istəsə belə gözəl yerdə də qala bilər. Hər şey əla idi. Razıyıq. Yenidən Gəncədən bu gün də çıxırıq. İnşallah ki yolumuz Daşkəsənə, Gəncə şəhəri. Özünüzdən müğayət olun. Allah sizləri qoysun. Biz Gəncəyə çıxırıq.
Bura Gəncənin kəndləridir. Bilirsiniz ki, üzü Daşkəsənə gedirik. Daşkəsəndən də inşallah salam aleyküm. Daşkəsəndə gedən yollar hamısı Gəncənin kəndindən keçir də. Maraqlıdır. Yəni şükürlər olsun deyək. Çünki bacarmışıq artıq 5-10 kilometrdən sonra artıq çatırıq Daşkəsənə. Ondan sonra artıq qaydırıq Gəncəyə, avtobuslardan belə deyək də Bakıya qaydacağıq. Oh, nəfəs kəsilir. Bilirsiniz ki, Daşkəsəndən gələn aydınlar biraz ağırdır. Hə, sən gözlə. Demək, Qoşqar çayını dönəndən sonra yüngülvari belə ziqzaqlar var ki, baxın belə dönə-dönə qalxırıq. Oradan qalxmışıq. Artıq 7-8 kilometrimiz qalıb. Yəni həvəsdən düşmək istəmirik də. Yəni onsuz da daha ancaq Gəncədən bu tərəfə Şəmkirdən yuxarı ancaq Perivaldı qalxırıq. Yəni bugün bilirik ki 7-8 kilometrdən sonra bu əzab bitəcək. Ona görə də motivasiyamız düşmür. Şurada hər anın əziyyətin belə ləzzətini çıxartmaq lazımdır. Əziyyəti belə sevgi ilə yaşamaq lazımdır. Çünki sonunda bitirdiyin tur o məqamlar var ki, səni xoşbəxt edir. Necə deyərlər? Hər əziyyətin mükafatı bitirəcəyin o turdur ki, məqsədivə çatırsan. Şükürlər olsun, biz artıq məqsədimizə çatmışıq. Bəli, bura Qoşqar çayıdır. Girişdə yazılmışdı. Mənzərənin gözəlliklərinə baxın, özünüz. Görürsünüz. Əladır. O deyil, xoşbəxtçiliyin sonudur, əziyyətin sonunda belə mənzərələr var ki, belə çayları gəlib görürük, insan xoşbəxt olur. Çayın səsini eşidirsiniz də. Bax, velosipedlə ən gözəli budur. 500 kilometr Bakıdan velosiped sürmüşük. 500 kilometr. Amma gəlməyimizə niyə görə dəyər? Çünki belə gözəllikləri görürük. Çünki insan özünə dəyər verməlidir, xoşbəxt olmalıdır. Yəni yay vaxtı gəzintimiz velosipedlə turdur. Əylənirik, xoşbəxt oluruq, rayon turları edirik, belə möcüzələr, mənzərələr çəkirik. Allaha şükürlər olsun bu günümüzə. Allah rəhmət eləsin şəhidlərimizə. Göl-göldəyik. Demək olar, yəni Gəncədə hələ ki, Daşkəsənə inşallah ki, hələ 5-6 kilometr qalıb. Bəkir və Minə xanım oğlu Səlyan tərəfindən, Sevan tərəfindən ehsan bulandı. Allah şəhidlərimizə rəhmət eləsin. Yolumuz davam inşallah ki, Daşkəsənə qardaşlarımızla gedirik. 5-6 kilometrimiz artıq qalıb, yolumuz davam. Belə gözəl mənzərələri görə-görə gəldik. Bu bizə daha çox zövq verir. Əladır. Daşkəsən rayonuna da gəldik. Şükürlər olsun, 60-cı rayonunda bitdi.
Daşkəsənin ərazisini göstərirəm sizə. Görün necə gözəldir. Təsəvvür edin. Necə qəşəngdir. Gözəl parkı, meydanı. Daşkəsən rayonu. Şükürlər olsun, Daşkəsən rayonuna gəldik. 503 kilometrdən sonra görürsünüz, Daşkəsən rayonuna gəldik. Allaha şükür ki, bu turumuzu bacardıq. Çətinliklər, ağır yoxuşlar, əzab, əziyyət, Yasamal Perevalı. Bilirsiniz ki, o Perevalları qalxa-qalxa, Şəmkirin Perevallarını qalxa-qalxa, Gəncədən Daşkəsənə gələ-gələ biz bu ağır turlarımızı bitirdik. Şükürlər olsun. Daşkəsən rayonu 60-cı rayonum oldu ki, 60 rayona gəlmişəm. Daşkəsən dedikdə, yəni ağlınıza yalnız belə park kimi yox, Daşkəsən rayonu dedikdə belə gözəl mənzərələri, baxın, çayı, axıntısı, görün nə gözəldir. Yəni sıx meşə deyil. Yəni bildiyiniz çox gözəl yerlərdir də. Allah şəhidlərimizə də rəhmət eləsin bu arada Daşkəsən rayonunda. Allah, qardaşlarımızdan artıq yola düşürük. Turumuzu gedirik. Əhsən, bu yoldaşlarla, bu qardaşlarla biz bu turu dörddü. Yəni o turçuluq deyəndə biləsiniz. Əgər turu tək eləmirsənsə, o yol boyu 2 gün biz bir yerdə qalmışıq da, yəni bu qardaşlarla. Bir şərt deyil. Yəni qaldığın insanlar təsəvvür edin ki, elə adamlar olmalıdır ki, sən ondan yol çıxırsansa, onlar seçilmiş. Yəni hər adam deyil də, yəni hər adam bu səyahətə çıxa bilməz. Ya ailə çıxır, görmüsünüz də xaricdə. Amma bizdə məsələn Azərbaycanda fərqi yoxdur da. Yəni biz bu yığılma qardaşlar hamımız birimizi internetdən tanımışıq. Amma tanrımıza çox şadıq, xoşbəxtdik. Samir, Daşkəsən rayonuna da gəldik. Şükürlər olsun. Əlaydı da 2 kəlmə ilə nə deyə bilərsən? Sadəcə belə Ərazisinə bax, çaylarına bax da yəni, çayın səsinə bax. Gələ-gələ bu səslərlə gəlmişik. təbiətin səsi. Həqiqətən. Buna görə çıxırlar turlara. Xoşbəxtçilikdən. 3-4 kəlmə biraz demək istəyirəm. Məsəl üçün Rəşadı, Samirlə Yaşarı tanımamışdan qabaq Rəşadı tanımışam. Sonra Rəşadın sayəsində bu iki qardaşı tanımışam. Ucu sayıca bəlkə də Qubaq sürmüşük, Lerik sürmüşük, Canub zonasını sürmüşük. Bu da indi bu zona indi nə zonası gedir bilmirəm. Axı Gəncə, Daşkəsən, Gədəbəy bu bölgələri sürdük. Onu deyim ki, yəni bir dəfə yolda bir-birimizdən narazılıq eləmədik. Yəni şikayətimiz olmadı. Elə insanlar var deyirdi ki, nə bilim, belədir, elədir. Amma sadəcə olaraq birincisi sürməyə bacarmaq lazımdır bu insanlarla. Yəni dəhşətli dərəcədə fantastik sürüş deyil, sadəcə olaraq da sən bu şosedir, bunu sürməyi bacarmalısan. İkincisi də onu deyim ki, həqiqətən gözəl qardaşlarla adam yol çıxanda adam həzz alır. Ona görə hər insanla yazırsınız, tur çıxmaq. Vallahi hər adamla çıxmaq olmur. Yəni sürmüşük, düzdür Bakı ətrafı sürmüşəm 1-2 nəfərdən alınmır. Bilirsiniz, uyğunlaşmır, üst-üstə gəlmir. Amma bu qardaşlarla şükürlər olsun. Burada o qəlbimi əmanət edirsən də. Mehribançılıq, mehribançılıq, sadəlik. Yəni yuxarıdan aşağı baxmamaq Bəli, yaşa. olanda adam ürəyinə yatır da. Yəni tura çıxmaq adamın həvəs olur, adamın ürəyi. İçimizdə ən ağsaqqalı bax Yaşardır. Allah ürəyi dansa istəyir ki, eləsin. bu qardaşlarla tura Maşallah çıxasan. olsun. Valla, Yəni mənə xoş olur. əhsən. O da bizə baxır motivasiya 2 alır gündə da. 500 kilometr sürüb ha. Oğlaqlar. Elə oğlan deyil ha bu. 50 yaşı var. Qodaqlıyız. Sayenizdə. Ay əstəğfurullah. Allah dansa eləsin qardaşlar. Sağ ol, hamımız. Bizlər sizin sayənizdə. Siz də bizim, hamımız bir-birimizin sayəsində bu turu
Gəncədə çıxırıq inşallah. Gəncədəyik. Gözəl Gəncə. Belə Ramada. Artıq avtovağzala gedirik. Şükürlər olsun. Turumuz da bitdi. Artıq necə deyərlər? Yollanıb gedirik. Bakıya qaydırıq inşallah ki. Bu yerlərdən biz düz 3 dəfə keçmişik də bu yoldan. Dünən 2 dəfə keçmişik. Bugün də bir dəfə keçmişik.